Sabahınız xeyir olsun. Bilirsiniz ki biz geçen ayın 20'sindən itibaren, təlim ayından itibaren kineziyeli eğitimler sahəsində təlimlərə başlamışdır. Bizim layihəmiz əldə olan uşaqların sağlamlığının qorunmasına dairdir. Layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının dövlət agentliyi tərəfindən maliyyələşdirilir. Bu artıq bu istiqamətdə bizim 4-cü layihəmizdir. Layihənin ilk təlimləri 2020 yetləməyə həsr olunmuşdur. Ancaq bugündən sonraki təlimlərimiz, biz bu haqda keçən illərdəki təlimlərimizdə də demişdik, müvazinətin tənzimlənməsi ilə bağlı olan təlimlərdir. Bugün artıq bizim 11-ci təlimimizdir. Baxıram ki, bizim əvvəlki təlimlərdən xoşlan xanımlarımız var. Bu sevindiricidir ki, layihəmizə maraq çoxdur. Ümid edirəm ki, bu layihələrin nəticəsində sizlər yeni biliklər qazanacaqsınız və sevindiricidir ki, artıq bizim təlimlərimizi bitirmiş xanımlardan öz işlərini quranlar var, hansısa mərkəzlərdə çalışanlar var, öz uşaqlarına dəstək olanlar var. Bu layihəmizin müsbət cəhətidir, üstünlüyüdür ki, biz nəyəsə nail olmuşuq. Və hər birinizə də bu sahədə uğurlar arzu edirəm. Arzu edirəm ki, uşaqlarımız sağlam olsun, bizim sağlamlıq barədə problemlərimiz olmasın və təşkil etdiyimiz layihələr, icra etdiyimiz layihələr də müvəffəqiyyətlə davam etsin. Hər birinizə uğurla bizim hörmətli həkimimiz Aynur xanıma söz verək. Aynur xanım həkimlərin təlimimizi davam etsin. Uğurlar. Sabahınız xeyir qızlar. Deməli, Tərəf xanım dediyi kimi, bugündən etibarən artıq sizə hərəkətlər sistemin tənzimlənməsini biz sizlə analiz edişik. Bu nə deməkdir? Burada məsələ belədir. Baxın, uşaq əlil oldu, tamam, hərəkət məhdudiyyi var, fərqli növləri, yəni uşaq serval iflişdir, bəzininki spina bifidadır, bəzininki autizmdir, bəzininki Down'dur və s. və s. Yəni, qüsurlu uşaqlardır bunlar. Oldu, bu qüsur var, tamam, biz bunu qəbullandıq. Bacardığımız qədər reabilitasiyalara apardınız, onların əlilliyin səviyyəsini aşağı salmaq üçün, onların sosial özlərinə bacardıqlarını öyrənmək üçün, ən azından hamısı üçün bütün tədbirləri gördünüz. Siz valideyn olaraq. Mən əminəm ki, siz bütün gücünüzü səfərbər etdiniz. Amma siz bir valideynsiniz və bu sahədə çalışmırsınızsa, siz əslində həqiqətən də doğrusu olaraq necə dəstəklənməlidir evlatlarınız, bu qüsur uşaqlarınız, onları bilmirsiniz. Onun üçün sizə təlim verilməlidir. Misal üçün, təlim dediyim nədir? Ən azından bu uşaqda olandan arzu günə, havaqsı, əlbəttə 2 yaşından başlayırlar da. Çünki serebral iflişdir və yaxud da digər nevroloji problemin 2 yaşından diaqnoz olunur. 2 yaşına qədər bəzi, yox, serebral iflic protokola görə heç vaxt edamda qoyula bilməz. Bütün qüsurlar ki var, serebral iflic ilə yanaşdır, 2 yaşına qədər müxtəlif nevroloji xəstəliklərdən, genetik xəstəliklərdən şübhələnilir, fiziki geriləmələrdən və s. Amma 2 yaş tamam oldu mu, artıq konkret olur ki, bu niyə? Çünki 2 yaşına uşaq tamam bütün bacarıqları olmalıdır artıq danışmaqdan, tutmuş hər şey və s. Deməli, burada məsələ belədir. Baxın, mən sizin bir uşaqlarınızın həyat hekayəsini gözümün qabağına keçirərək, sizə dediyim və siz elə biləcəksiniz ki, mən sizin hər bir elə danışacağım ki, elə biləcəksiniz ki, hamınızla bir yerdə mən sizin uşaqlarınızla müayinə etmişəm. Yenə deyirəm, bu mənim öz şəxsi təcrübəmə dayanıb və aldığım təhsil, yəni çox şükür ki, mənim aldığım təhsil ona mənə icazə verdi ki, belə bir həkimlərdən dərs almışam ki, onlar mənə bunu öyrədirlər, buna diqqətli olmaq lazımdır. Məsələ budur. Uşağı apardıq, müalicə elədik, bəli, çox mükəmməl şəkildə müayinəsi olundu, tamam, buna reabilitasiya tətbiq olundu, mükəmməl şəkildə masaj olundu, fizioterapiyası oldu, refleksoterapiyası oldu, tamam, bəs evə göndərəndə neylədik biz ona? Ortopedik rejimi öyrətmədik uşağı, necə ortopedik rejim olmalıdır, o nə deməkdir? Sənin uşağın əgər
oturmursan, ən azından sən onu ayaqüstü saxlaya bilməzsən, gəzdirə bilməzsən. Çünki onun heç bir mənası yoxdur. O zaman nə olacaq? Sənin uşağın oynağı çıxacaq, sənin uşağında valgus deformasiyası yaranacaq, ən azından. Ona görə o mənasızdır. Götürürlər, bəzən videolarda da görürəm, uşağı götürüb, yəni otura bilməyən uşaqdır, götürür əlindən reabilitologlar və müəssisədə tutub güya ki, bu uşaq addımlayır, gəzir. Yəni o gəzir, o sadəcə şov göstərməkmi deyil, bilmirəm nədir, amma o deyil, o müalicə yöntəmi deyil. Ümumiyyətlə, birinci reabilitasiya planı tətbiq olunmalıdır uşaq üçün. Oturmayan uşaq birinci oturulmalıdır. Onun yalnız bütün hamısı reabilitasiya tədbirlər onun oturması üçün yönəlməlidir. Bu bir. İkinci, uşaq əllərini birinci bizə lazımdır. Əgər yuxarı ətraflarının mobilliyi aşağıdırsa da, birinci, yuxarı ətrafını çalışdırmalıdır. Bütün fizioterapevtik müalicə üsulları ona yönəlməlidir. Uşağın əli, çünki bu uşaq tutmalıdır, yeməlidir, ən azından öz bacarıqlarının bəzilərini etməlidir. Yəni, bilirsiniz necədir? Sən birinci bu uşağa nə lazımdır, ona analiz olunmalıdır. Sizin uşaqlarınızın çoxsu böyükdürlər və gələcəkdə ən azından bir ana kimi, valideyn kimi havaqsa elə bir uşaq görərsinizsə, siz onlara kömək eləmiş olacaqsınız ki, bu uşağa düzgün reabilitasiya planı qurulmalıdır. Reabilitasiya planı nədən qurulur? Diaqnostikadan, uşağın vəziyyətindən, reabilitasiya bacarığından, reabilitasiya bacarığı deyilən bir şey var. Yəni, bayaqlar dediyim ki, uşaq əgər heç gəzə bilmirsə, onun reabilitasiya bacarığı yeriməyə yetmir. Onu nə yeridirsən, sonra da uşaq olduğuna var, sonra da olduğu canı oynan çıxır. Artıq ikincili ortopedik problemlər. Düzdür. Bunlar olmasın deyə, yəni bu sizin işiniz deyil, dediyim kimi. Bu artıq müalicə, yəni reabilitasiya briqadasının işidir. Yəni, burada müalicə multidisiplinar protokol xidməti olmalıdır. Mərkəzində multidisiplinar yanaşım olmalıdır. Orada ortada durur pasiyent, onun ətrafında ona məşğul olanlar. Misal üçün, indi sizin uşaqları deyiləndə, pasiyent Fatimə durub ortada, başda onun müalicə həkimi durur, hansı ki, o nevrolog olur adətən. Böyründə burada fizioterapevt, sağında solda psixoloqla valideyn 100%-dir, %100'dür. Çünki valideynin bizə olan dəstəyi uşağın müalicəsinin yarısıdır. Psixoloq, valideyn, sonra sosial işçi, hansı ki, getdiniz müəssisədə uşağı kömək eləyəcək, indi hansı səviyyədə, hansı klinika inkişaf edildi, bilmirəm. Sonra orada tibb bacısı ola bilər, hansısa onun lazım olan manipulasiyalar falan etməyə, onun yanında həkim fizioterapevti, mütləq həkim fizioterapevtin yanında mütləq orada reabilitolog, ergoterapevt, logoped, belə bu şəkildə, yəni pasiyent olur və bu pasiyentin başına gör nə qədər adam dolanır. Bu belə olur, getdiyiniz yerdə belə olur yəni, bu dövlət məsələlərinə getmişsiniz kifayət qədər, bu belədir. Amma bir də sizə demək istədiyimiz, bizim sizə öyrətməyimiz nə olmalıdır? Bu uşaqlarda dediyim kimi, artıq burada uşaqların, bu uşaqlar qüsurludur, başa düşdük. Bunlar reabilitasiya bacarıqlarına görə qiymətləndirdik, dəyərləndirdik. Ən azından indən belə o deformasiyalar olmasın. Bax, misal üçün, mən sizdən soruşum, sizin oğlunuzun adı nə idi? Nicat. Bax, Nicat ümumiyyətlə gəzibmi o uşaq heç? Bax, ümumiyyətlə, indiyənə qədər ayaq soşurub gəzibmi Nicat? Elə bil ki, burada bura görə qaçıb belə. Yox, belə tuta-tuta gəzə bilirmi Nicat? Olub tutub. İndi gəzə bilmir hala. Neçə yaşlı kimi gəzirdi? Elə çox gəzməyib, az bir müddət oldu. Yəni, heç tuta-tuta onu qaldırmamış gəzməyə? Yox, tuta belə gedirdi. Tuta-tuta gedirdi də. Bu 2 il müddətinə qədər, 2 il ki, o özünə qapandı, ona o vaxta qədər yaxşı. O vaxta kimi tuta-tuta gəzirdi. Yəni, reabilitasiya bacarığı haradasa bir 2 balla qiymətləndirim yox. 5 balla məsələn qiymətləndirsək, var ki, vəbşi 5 bal deyil də 3 bal. 5 bal çox olur. Ümumiyyətlə, heç bir bacarığı yoxdur, tamamilə ehtiyacı var kiminsə. 2 bal dəstəklə gəzə bilir, gedir. Üçüncü isə dəstəyə çox az ehtiyacı, 0 bal isə təkdə çox. Birinci sualım, gəzəndə ona ayaqqabı geyindirirdinizmi? Ayaqqabı geyindirirdim. Gəzəndə imunlaşıb, istəyən ayaqqabı ilə gəzirdi. Ayaqqabı, sonra keçdim, krasovka istədi. Tamam, ondan sonra ayaqları yavaş-yavaş başladı. Bax, bu bir qüsur, yəni bir yanlış, valideynin yanlışı. Əsla uşaqlarınıza krasovka, sizin uşaqlarınız krasovka uşağı deyil. O ayaqqabılar saxtırlar, ortopedik tikirlər. O sırf sizin üçündür. O, bəzi həkimlər var, bilməm neçənci ilin protokolla işləyirlər, hələ də pəncə deformasiyasıdır, yastı pəncəli üçün o ayaqqabıları zakaz sifariş edirlər, ortopedik. Onlar sırf sizin uşaqlar üçündür.
Çünki o ayaqqabının yuxarı dabanı yuxarı olur, dəstəkliyi toxunur ki, əyilməsin. Bax, indi o uşağa o lazım idi, lazım deyil. İndi ana onunla uğraşır ki, bu uşaq nə vaxt ayağını düzəltsin. Və artıq sizin o uşaq ki, əyilib ayağa, indi o gəzmək bacarığı olsa da belə artıq gizi bilməyəcək. Çünki onun ucu ayaqları əyilibdir. Yaxşı. Amma elə əyrənlər var ki, gəzir barmaqlarının üstündə, elə bir vəziyyətdə gəzərlər, görür ki, arıq uşaqlar, dəngələrini tənzimləyə bilən uşaqlar deyək, onlarla dəngə məşqləri aparır deyək. Yox, bax, deyim, ucqar bir kəndə olur şeyləri. Özü-özünü tarazlamış ola bilər. Heç bizim xəbərimiz də olmadan bəzi uşaqlar özləri öz dəngələrini tarazlamağa bacarırlar. İkisi nə vəziyyətdə qəşək. Necə bunun yanında Amma gəzir. Var elə, bəli, adaptasiya olunur ayaq sümüklərinə. Mən də elə miyapat uşaq görmüşəm. Heç bir macəra almıyor. Heç bir macəra. O birisi nətərdir? Kimin uşağının beyninin hansı hissəsi zədələnir, hansı dərəcədə zədələnmədən asılıdır. Gəzməyə problem mən istəyirəm. Mən də istəyirəm ki, o həyatda ana yox idi o uşaqda. Deyirəm də, özü-özünü, bəs mən nə dedim bəxtlər, özü-öz dəngəsini tarazdır. O uşaq həmişə elə olur. Elə uşaqlar həmişə özləri öz dəngələri. Bizim baxan uşaqlara ki, baxırıq, onlar həmişə yardım gözü. Baxın, indi fikir verirəm. Uzun aslanırlar, mən sizə indi fikir verirəm, əyninizi siz soyursuz, gedirsiniz. Yox, o uşağın özü-özünü əyni soyunub gedirmək belə özünə reabilitasiyadır. Yəni, o özünə reabilitasiyadır. O özünə reabilitasiya edirsin, xəbəriniz yoxdur. Özü-özünə reabilitasiya edir əslində o uşaq. Adicə fırlanır da uşaq. İndi bax ki, əqli çatmayan uşaq olur. O başqadır. Yəni, əqli çatılır, anlamır dediyi, o başqa. Bir də var ki, fırlana bilir də, uşaq əqli çatır, amma ona kömək edir. Hətta sağlam uşaqlarda da var elə. Yekə uşaqdır, ana götürür, ayağını geyindirir falan. O demək deyil, elə əziz demək, özləmə həsəsdir. Yəni, ona faydalıdır bu. Onun elədiyi hər bir hərəkət. Bəli, dəngəyə gəlincə. Deməli, dəftərləriniz var da qızlar hamısı. Bir dənə mən bəzi şeylər deyəcəm, bunu mən alırım. Mən uşağımı görmüşəmsə, onun haqqında danışa bilirəm və gələn dərs belə eləyək də. Bizim saat yarımdır da dərsimiz, değil mi? Hər 3 dənə, elə bir ki, yarım saatda bir uşaq, 3 mənə uşaq lazım olacaq. Hər dərs 3 uşaqla işləyək. Hər dərs 3 uşaqla işləyək. Bugün elə bir dəqiqə mənə şey lazımdır. Amina lazımdır mənə. Quşaq bəlkə olacaq onu, hamınız görəsiniz deyə. Amina mənə bəs eləyir bugün üçün. Qızlar, qeyd eləyirsiniz. Birincisi yadınızda saxlayın. Dediyim kimi, indən belə artıq siz pensioner analarsınız da, sizin uşaqlarınız böyüyübdür. Siz də bu cəmiyyətdə daim olacaqsınız, daim yeni analar görəcəksiniz, daha az yaşlı olan analar uşaqları. Nərminə yaxşı olsa, xəstələnibdir, Nərminənin də uşağı olur. Yox, onun uşağı əqil şeyi var, o tabi olmuş. O Kaleskoda həmən dəhşət kontraktorası var o uşağın. Mənə daha biraz podvijn uşaq lazımdır. Bax, məsələn, Əminədir. Bilir, və ikisini tanıyıram onlar. Aysu necəydi? Aysu yaxşıdır. Sizin böyük uşaq istəmirəm. Mən onu idarə edə biləcək uşaq olsun. Nurlan özü gəzirdi, Nurlanı idarə edir. Yəni, özü yox, mənə yekə uşaq istəmirəm. Mənə balaca uşaq gəlir. Böyük uşaqlarla işləməyəcəyik biz. Onlarla alınmır içində. Mümkün deyil. Onlar artıq özlərini formalaşmış şəxslərdirlər. Onlar nə qədər desəm də, onlar bizim dediyimizi anlamayacaq. Bir də mənə rahat deyil yekə adam. Mənə uşaqla rahat işləmək. Çünki ümumiyyətlə cerebral işlərlə uşaq vaxtı işləyirsən. 18 yaşına qədər. 18 yaşından sonra artıq onların sanator kurort müalicələri falan, onun istiqaməti başqadır da, yönəlmələri. Deməli, bəli, birincisi yadınızda saxlayın. Əgər bir uşaq hələ otura bilmirsə, onu birinci otuzdurmaq lazımdır. Birinci, bizim planımız uşağı otuzdurulmalıdır və uşaq 4 yaşına qədər oturduysa, uşağın gəzmə şansı var. Oturmaq üçün gəzmə şansı yoxdur, sərbəst oturanlar. Belə? Bir də bədən qüsuru uşaqlarda baş böyüməsi olur. O uşaqların vermək şansı varmı? Mən hansı uşaqdan konkret söhbət edib bilmirəm. Yəni, o qədər elə hidrosefaliya uşaqlar görmüşəm ki, gəziblər də. Yəni, amma yenə dedim ki, bu sualınızın cavabı mən bilmirəm. Şu an epiqrisindən xəbərim yox, diaqnozindən xəbərim yox, sayılır. Onu görməzsən, deyə bilməzsən. Bax, bayaqları misal üçün deyir, xanım dediyi kimi, eyni onun uşağı kimi uşaq, ondan da ağır gəzir, amma onunki gəzmir, halbuki ağlı yerindədir. Çünki bütün əzələmizi beyin idarə edir, uşaq universitetdə oxuyur. Amma nə olsun da, yəni uşaqla fərqinə baxın. Deməli, bəli, birincisi,
uşaq əgər otura bilmirsə, serebral iflic uşağı ya da ki, məsələn, ola bilər ki, hansı nevroloji xəstəliyi, başqa diaqnozlar olan uşaq ola bilər. Yəni ki, ixtisalımlıq məhdudiyyəti olan uşaq belə deyək. Yəni, burada bu uşağı otura bilmirsə, onu gəzdirmək heç bir mənası yoxdur. Ayaq üstə saxlamaq öyrədirəm. Aha, baxın, uşaq ayaq üstə 3 dəqiqə, 3 saniyə ayaq üstə dayandı. Qoydum, nə olsun ki, o bizə heç nə verir, o bizə lazım deyil. Bizə lazımdır ki, bu uşaq 30 dəqiqə. Birinci mənə o lazımdır. Mən nə olsun ki, mən 3 dəqiqə, 5 dəqiqə divara qoydum, uşaq dayandı, nə olsun ki, o dayanmaq ona heç nə vermir. O uşaq oturmalıdır birinci. Çünki onun həyatı bu oturmaqla başlayacaq. Dayanmaq ona lazım deyil. Birincisi. İkincisi, əgər oturan uşaqdırsa, mütləq şəkildə bu uşağı artıq ayaq üstə dayanmağı öyrətmək lazımdır. Ay, sağ olun. Ola bilər bəlkə məsələn müəyyən yaş dövrlərində onların da istəkləri olur, ayaqqabılar. Amma mütləq içərisində bir ayaqqabı içlikləri, o cıvələr var, onlardan elətdirib, topuğunu dəstəkləyir. Həmin kasovkanın içinə qoyun, geyinsin. Yəni onların mühəndislərin istəklərinə də mütləq qoymaq olmaz, ayırmasa. Yaxşı, ona görə elə bilərsiniz yəni. Birincisi, dediyim kimi, sonrası bu uşaqlarda mütləq şəkildə ayaqqabısız dirəşdirməyəcəksiniz, ayaqqabısız əsla gəzdirməyəcəksiniz. Yəni, hətta evdə belə olsa, əgər siz onu gəzdirəcəksinizsə, haşı çıxardırsınızsa, ayaqqabısız olmaz. Mütləq şəkildə onlara öz xüsusi məxsus olan ayaqqabılar geyinməlidir ki, dediyim kimi, ikinci ili ortopedik problemlər orada yaranmasın deyə. Sonra, duruşlarını korreksiya eləmək üçün mütləq korset taxmalısınız. Oturuşlarını da alır ki, əyilməsinlər sonunda. Mən başa düşürəm, onlar isyan eləyəcəklər, yəni tapmayacaqlar, istəyəcəklər, amma alışmaq deyilən bir şey var. Bir də korsetlərin növləri var, illah da ki, deyil ki, şanodu ya, hansı, bosnu ya, hansı onlardan. Sadəcə bu dəstəklərin arxa tərəfdə dəmirlərlə olan onlardan, onları incitməyəcək kimi, onları taxa bilərsiniz. Çünki bu uşaq artıq onurğası əyilirsə, bunun daxil orqanları sıradan çıxacaq və bu sizin ikincili problemlər yeni yaranır, mütləq. Korset, əgər özünün qamətini saxlaya bilmirsə oturanda, uşaqlara mütləq şəkildə korset taxacaqsınız. Sonra, onların görməsi, eşitməsi fıstayın kontroldə olacaq. Onlar çox deyə bilmirlər fikirlə, şikayətlərlə. Hər 6 ayda bir görmələrini yoxlatdırmalısınız. Çünki görməsi zəif olan uşağın da dəngəsi yaxşı olmuş. O görmür deyə, misal üçün tutur, necəsə gözünü fokuslamağa çalışır, görməsini, gözünün müəyyən orbitasını hərləyir, yuxarı, aşağı, yanlara. O da onun bütün vestibulyar, hansı ki, dəngənin tərəzilən sistemini pozur. Bax, o görmə problemini, o olan uşaqlarda mütləq görməsini hər 6 aydan bir yoxlatdıracaqsınız. Siz axı bilmirsiniz, o danışa bilməyənlər var. Məsələn, çox da görürmü, görmürmü, onu analiz edə bilmir ki, bu zəif görməkdirmi, nədir? Ona görə hər 6 aydan bir görməsi, eşitməsi düzgün olmalıdır ki, onlar o zaman özlərini tarazlamağa bir də o kömək olur onlara. Sonra bu uşaqlarda çəkiyə diqqət edəcəksiniz, o aydın məsələdir. Mən hələ kilolu serebral iflic uşaq görməmişəm, düzünü desəm. Yəni, çox nadir hallarda olar. Yox, serebral ifliclərdə heç bəşlik görməmişəm. Onlarda yəni olmur. Çünki onlara çoxlu preparatlar qəbul edirlər falan deyə, onlarda o lipid mübadiləsi yaxşı olur, pil mübadiləsi deyə onlarda kökəlmə getmir. Yəni, elə mən kök serebral iflic uşaq görməmişəm, hamısı normal şəkillərdə olur. Bəzi genetik olur, belə bir sümüklü olurlar, onlar istisna. Yəni, kökəlmə olmayacaq. Sonra, əgər ki, kontrakturaların yaranmağını istəmirsinizsə, mütləq şəkildə, aktiv şəkildə onları postayanla oynaqların mobilizasiyası olunmalıdır. Velosiped, belə deyək də, baxın, sizin həmin bu fiziki əngəli olan uşaqlarınız, bir də sağlam ailə uşaqlarının gəlir, ikisini elə müqayisə edəkdə. Sağlam ailə, sağlam uşaqlar necə? Hətta sizin evinizdə 2 uşağınız var, biri fiziki amacından deyil, sadəcə bu surları, defektləri anadan götürmək üçün. Anlayan sualdır, uşaq aylarla əziyyət çəkir, o bərpa olunana qədər, o anadan əziyyət çəkir, uşaq da böyük, uşaq da ağır olur. Və anadan soruşam, sən bunu niyə elətdirmirsən ki? 4.000, 5.000, 8.000 pul xərcləyiblər. Yəni, bəziləri var ki, dövlət hesabını eləyibdir, deyir, hə, olsun. Yox, olsun da biz onu heç pul verməmişik dövlətə, olsun da, yəni, əmac nədir burada? Mənasızdır da, yəni. Azından uşağa əziyyət. Yəni, nə mənası var ki? Nə mənası var axı, bunun heç bir mənası yoxdur, inanın ki, düzdür, indi o həkimlərin təhsilinin nəticəsində, o həkimlərin verəcəyi qərardır. Mən sadəcə olaraq sizə, sadəcə bilginiz olsun deyirəm ki, yəni,
varsa belə bir şey, mənası yoxdur. Mən nəzrindən ayaqlarına Dövlət- əməliyyat demişəm. Tutaqda dəstək gəzə bilirsiniz. Əvvəl torpaqları belə idi də. İndi gəzə bilir də, yəni tuta-tuta İndi gəzə. boyada ayaqlarını düz qoyurdu. Gəzə bilirmi tuta-tuta dəstəklə? Belə qolunun altına Ay, tutanda belə uşağın təbii ki, yox ki, little formada tetrapares uşaqdır bu Yoxsa vəziyyətdə. belə qoyurdum, ayaqları topuqlar belə qalırdı. Tuta-tuta gəzdirirsinizsə o başqa məsələ. Bir də var ki, little bilirsinizsə forma nədir və tetrapares. Yəni uşaq qatdanı bu, yəni ümumiyyətlə onun heç bir şansı yoxdur, heç düzəlməli otura bilmir. Bunu boş-boşuna yaralayırıq yanında. Bir ümid məsələsi deyil, Deməli, qıraqda durma, yıxılarsan. Deməli, qızlar, və burada kontrakturlar, səhər durursunuz, sizin hər, necə ki, sağlam uşağın rutini var, o uşağın da özünə görə sizin öz rutininiz olur. Səhər durulmalıdır bu uşağa. Mən bu şişirimi hamının ev qayğıları falan var. Sağlam uşaq üçün də qayğı göstərirsəm, elə də həmin uşaq üçün də. Mən bilirəm ki, siz uşaqlarınıza yüksək səviyyədə qayğısını göstərirsiniz, onlara baxırsınız da. Amma yedizdirmək, onları gedib, çox üzr istəyirəm, bu Vaykiki-dən gedib paltarlar, o vaxt Vaykiki bahaydı da, indi bundan qabaq mənim bir pasiyentim var idi. Yəni, uşağın reabilitasiyasına xərclənmir, uşağın alıb verilən peysa. Gedib ona deyir ki, yox, ürəyim xarab olur, istəmirəm, ucuz şeylər deyil. Yəni, zaten bu uşağa bu lazım deyil. Yəni, ona gedib o vaxt Vaykiki-də bahalı deyil, belə, indi uşaq Vaykiki, ailişsə, çox brezlər olduğuna görə. Deyirdim ki, valla, siz səhv edirsiniz. Yəni, Vaykiki, bu nə qanır Vaykiki nədir? O qədər sağlı uşaqlar var ki, heç Vaykiki qeyrilər, heç bilmirlər, o paltı heç bilmirlər, o marka nədir? Yəni, siz bunu, onun üçün dövlət sizi ayırır ki, deyirəm ki, öz pulunu özünə xərcləyəm, başa düşürlədir. Bunu dövlət sağlamda əliyirəm, elə valideynlər də var. İnanırsınız ki, o da var. Deməli, bu uşaqları səhər dururam, birinci, əlinizni yuduq, normal olub uşağı necə yola saldınız, getdik, baxardı, özünüzün kimlikləri. Və salam, götürüb bu uşağın birinci mütləq şəkildə hər gün gimnastik olmalıdır. Yəni, bu uşağın mütləq oynaqların özünüz üçün deyirsiniz, həftədə 1-3-5 cədvəlimiz var da, nətər hazırlığa göndərirsiniz, ay nə bilim, gimnastikaya gedir, ay futbola gedir, ay musiqiyə gedir o sizlər. Bunun da cədvəli olmalıdır da. Başa düşdünüz, reallıqdan danışıram da danışıram. Hansınızı uşağa cədvəl tutmuşsunuz, heç biriniz. Ancaq sağlam uşaqlar. Yəni, mən indi heç kimə dedim də, siz biraz ittiham eləməyim, amma bilirəm ki, çoxsa eləmir də. Yəni, bax, az deyil də, 12-ci ildə, 13-cü ildə mən İsviçrəylə işləyirəm, 12-ci ildə demək olar, 13-cü ildə daha aktiv. Bax, burada məsələ budur ki, səhər bu uşaqların mütləq kömək eləmək lazım olan nüanslardan biri oynaqların mobilizasiyası, oynaqların hərəkətləri. Mütləq onların oynaqlarından işləməlisiniz ki, kontraktura yaranmasın. Mütləq onlarla tənəffüs gimnastikası eləməlisiniz ki, onların durğunluq yaranmasın. Onlar az hərəkətli uşaqlardılar. Az hərəkətli uşaqlar olduğuna görə onlarda durğunluq pnevmoniyası olur. Durğunluq nə qədər olubdur, görmüşsünüz, yəni durğunluq pnevmoniyası nədir? Tənəffüs olmadığına görə, ağciyər ventilyasiyası yaxşı olmadığına görə kiçik qan dövranına pozulur və ümumiyyətlə başlayın eləməyə qan dövranı pozulur ki, bu uşaqlara ən çox lazım olan şey qan dövranı pozulur. Və beyinə nə qədər çox qan gedərsə, qidalar o qədər oksigenlə daha çox qidalanar və o zaman da onların vücudları daha yaxşı çalışar. Bunu eləməz. Tənəffüs gimnastikası dediyim kimi, oynaqların mobilizasiyası, yəni oynaqların funksionallığını bərpa etmək üçün, ya da ki, kontraktural profilaktikası üçün itmələr, açmalar, bunlar oynaq mobilizasiyasıdır. Sonra ikinci etməli olduğumuz mütləq tənəffüs gimnastikası. Nəfəs alırıq, burundan ağzına nəfəsi veririk. Təbii ki, mən bunu bizim komandalarımıza cavab verə bilən uşaqlardan danışıram da, hansı ki, kimisi komandalara cavab verə bilmirsə, o başqadan. Hamısını saat-saat bölməlisiniz. Deməli, oturma təlimi, oturmağı düz otur, o anlaya bilməyə bilər, özünü idarə edə bilməyə bilər, başa düşdüyü, amma hər dəfə yenə komanda versin, düz otur, o istəstəməz, özünü başlayacaq tənzimləməyə. Və görürsünüz ki, yox, alınmır bunda, o zaman biz nə edəcəyik? Mütləq şəkildə korset taxılmalı uşaqları, bel, onurğaları saxlamaq üçün. Nə qədər onurğası əyilən serebral uşaqlar var ki, bu səfər məsələn, gəzmə, oturma şansı varsa artıq bu ona mane olur. Onurğa nəqli mane olduğu üçün imkan verməli biz bu uşaqla işləyək. Bunlardır. Sonra dediyim kimi göz, eşitmə kontrollarını onları eləyirsiniz. Sonra diş kontrollarını eləyin, onlar ağrılarını anlamırlar bəzən. Çox yaxşı disk stomatologiya var. Məsəl üçün, bizdə Nərimanovdakı stomatologiya çox gözəl, yüksək səviyyədə xidmət göstərirlər uşaqlara.
hər sahəni bilmirəm özümün var mı, stomatologiya, mən indi bir dənə Nərman bilirəm, ki, mütləq o diş kontrollarını eləyin, çünki o dişlər o qədər olur, kiçik eləyir, xəbərləri olunur, o qədər iltihabi proses yaradır, oldu onlara iştah pozuntusu, ümumiyyətlə canlarında ağrılar, heç xəbəriniz olmur sizə, axı dil çox danışa bilməyən, özlərini ifadə edə bilmirlər də uşaqlar ki, çoxsu da əqli geri olur bunlardan. Sonra müvazinətin saxlanması üçün bizə kömək olan birinci oturmadan başlayırıq da, dəngəni birinci oturma ilə tərcih. Mütləq əllər çalışmalıdır. Əllə özünü saxlamağı bacarmalıdır. Bax, əllə özünü mütləq saxlamağı bacarmalıdır. Bunu çalışmalıyıq ki, əli işləməlidir uşaq. Əl bacarığı olmalıdır ki, özünü ancaq elə saxlayacaq. 30 durdun, əvvəl yıxılandan əlinə belə dirək verib özünü siz öyrədirsiniz. Onu reabilitologlar, fizioterapistlər öyrədir. Məşqlər zamanı, idmanlar zamanı ki, əlini qoyursan, bu şəkildə özünü saxlayırsan. Artıq o refleks yaranır uşaqda ki, yıxılanda həmən əlini çalışdırmalı. Əlinlə iştirak, o çox yaxşı şeydir. Gəzmə, yürüyüş biraz tamam o başqadır. Bax, məsələn, bu maşallah uşaqdır. Əminə bir dənə gətirək. Əminə, görüm qız bu hərəkətli, mobil uşaq olsaydı, onun əyilməsi o qədər irəliləməyəcəkdi. En azından reabilitasiya yaparsın, öz idmanları zəifləyər. Bu əzələn çalışdırmır axı bu uşaq. O uşaq haçan gördəsini. Yəni, ən azından heç əylə-əylə getməsin ki, bəzi öz işlərini görməyə rahat görsün. Daxil orqanları sədələməsin. Daimi olurdu o artıq. Kastayan olmalı. Artıq özünü saxlaya bilmirsə bu uşaq. Mən o vaxt Aysun'u apardım travmatologiya ki, təhsil versinlər onurğasına görə. Orada bəli həkim var idi. Aysun'a verilməyə bilər, çünki Aysun potensialı yaxşı uşaqdır. O dedi ki, ehtiyac yoxdur, o komentar edildikcə əzdələsi elə bir ki, məhv olur da, korset taxtı. Mən burada individual yanaşırlar. Qızlar, ümumiyyətlə bu, o güclüyə rejimdir falan, bunlar hamısı individual. Bəli, sizin uşaq üçün keçərlidir. Ləman üçün keçərli, Ləmanı sən %100 sən gözünü saxla. Ləmanı sən idman elətdirəndə %100 sən gözünü elə. Ləmanın beyni əzələsini idarə etməyə başlayırız. O mümkün deyil. Onun ondan çox korsetlə dəstəkləməlidir. Söhbət nədən deyil? Söhbət nə deyil? Reabilitasiya bacarığı. Hər bir uşağın reabilitasiya bacarığı dəyərləndirilir. Birinci, bu dediklərin təyinatı vermək üçün birinci hər uşağa reabilitasiya bacarığı dəyərləndirir. Aysun'un təbii ki, Aysun aktiv uşaqdır, onu öz əzərləri bəlkə də bilərək özünü korsetini. Amma məsələn, tutaq ki, Nərinə xanımın uşağı kimi əqil problem, o özündən tərazdə bilməz. Məsələn, olur, çox ağır ifrit uşaqlar olur ki, onlarda keçərli deyil. Sizin qızınız üçün keçərli deyirlər. Mən onun hər kəsə, Şamil Fatimə üçün keçərli deyil, İslam üçün keçərli deyil, yəni kim uşağını tanıyıram, görmüşəm, onlar üçün keçərli deyil, təbii ki, keçərli deyil. Gəlmişdir. Belə sinəsən qabağa. Yox, sizin uşaq maşallah, onu bir qəşəm basıb işlətmək olar. İşlətmək də. Bəli, əlbəttə ona ehtiyac yoxdur. Mən çox ağır uşaqlar var. Onlar kaleskadan girdilər, ağızlarını suya axır, əqil yox, görmə problemləri var. Yəni, bizim bu cavan qızın diaqnozu tamam başqadır. Bu biraz daha şanslıdır. Bu istimə bir müddadır. Fikir verirsiniz, bunun əllərindən reabilitasiya ehtiyac yoxdur. Sadəcə bizim planımız bunu aşağı ətrafları üçün. Aşağı ətrafları üçündür və bu uşaq nə vaxtdan maması gəzməyə başlayıb? 3 yaşında. 3 yaşından əməliyyatdan sonra yoxsa ümumiyyətlə? Ümumiyyətlə, çünki o vaxta kimi ancaq dizin gedirdi, videolar var. Ayaq içəri doğruydu, bir belə. Bildi. Valgus. Bildi, metatartus. Ondan sonra birinci əməliyyatını keçirdi, sonra da yavaş-yavaş yenə masaj, idman, gəzməyə başladı elə həmin o ayaqla. Tutorla. Tuturla gəzməyə başlayıb. Bax, tutur birinci dəngəni tənzimləyən bir faktordur. Tutur. Olmazsa uşaq gəzər. Birində tutur çıxardığında gəzə bilir. Tutor çıxardığında yenə əyirliyi görəcəksiniz belə. Gəzə bilir, saxlaya bilir özünü. Saxlaya bilir, amma güclə. Çünki o tuturla özü artıq dəngəsini saxlamağı öyrənir. Amma bizə məcburi ancaq gözələrlə xanım. Uşağın sıçışı var. Bir də uzunluq qısalıq var, bir uzunu, biri qısa, tutorsuz o belə-belədir. Yəni, axsı. Tamam. Deməli, burada Əminədə dəngesini tarazlamaq üçün ona çox qəşəng bir tutur edirlər. Bəs salam, budur, onu edirlər. Hələsi fərqlidir. Əminə, görün çiçək, bax tutarı. Baxın, onu əqqabın içə salmışsın. Bu arada, baxın, görün necə qalxır. Özümüz kömək eləmirik, özü qalxır. Hər şeyi belə eləyəcəyiz, özü qalxacaq. Başa düz. Çiçəyim, belə qoy.
Birincisi, tamam aşkım. Bir dənə də qaldırayım. Qorxma, sən məndən tut, yıxılmayacaqsan. Baxın, stoykasını görürsünüz. Bax, gəzməyəndə normal duruşu var. Maması görürsən, gəzməyəndə nə lardozudur, nə heç nə. Anaya bax, belə. Bax, görürsünüzmü? Bax, heç bir gəzməyəndə, tapa sağlam duranda, heç bir hərəkət etməyəndə anası tamamilə sağlam bir duruşu var. Nə qarnını qabağa vermir, nə özünü müdafiə üçün. Çünki gəzmir, sadəcə durub popası da normal yerində. Aha, Əminə, indi gəl uzağıma gəl. İndi gəl sən burada bir gəz. İndi bir dəqiqə. Tak, buradan düz ora kimi get Əminə, tutmadan get. Rahat get. Bilirəm, podiumuzlarınızda çıxıb öyrəşmirsən. Molodец, indi gəl bura. Gəl yanıma. Aha, bu indi gördünüz nə elədim? Özünü, çünki bu yerişini tənzimləyir. Dəngəsini, vücudunun dəngəsini tənzimləyir. Niyə? Biz gəzəndə, ümumiyyətlə, molodец, çox qəşəng gəzir. Biz gəzəndə bütün ağırlığımız pəncərəyə düşür, ayaqda ağrır və baş barmağa ağırlıq bütün ümumiyyətlə baş barmağa düşür də. Ona görə də hallus valgus yaranır da, o baş barmaq çox adamda əyilir. Və bu uşaqda pəncəsi, ümumiyyətlə spina bifidalı uşaqda da dizdən aşağı spina bifidan yaranma səbəbini bilirsiniz də. Onurğa sütununun belin segmenti, burada onurğa beyni yaxşı inkişaf edən oradan amalyalar olur ki, həmin o segment bizim aşağı ətraflarımızı inervasiya edir. Buradan aşağı inanışdır. Buradan aşağı pəncəyə qədər. Və bu uşaqda, Əminada vəziyyət budur ki, onun pəncəsi iflic olduğuna görə, onun buradan aşağı baldır və pəncə hissəsinin, inervasiyasının sinirlər iflic olduğuna görə, təbii ki, bu nəzərlər də zəifdir. Bu uşaq ona görə də o düşün ağırlığı, o pəncə, o saxlaya bilmir onu. Ona görə o necəsə gəzməlidir, mütləq şəkildə gəzməlidir. Və gəzməsi üçün nə edir? Kompensasiya edir belinlə, bel hissəsini kompensasiya eləyir ki, onu tarazlasın ki, gəzə bilsin. Və bu səfər indi hələ uşaqdır, bu anlamır. Biraz böyüsün, yekələnsin, pastayan bel ağrılarına şikayətlənəcək. Hər kəs üçün individual yanaşır. Ona görə mən deyirəm ki, imkan daxilində, amma yekə kişiləri yoxda uşaqlarınızı belə, normal yaşda uşaqlar, hansı ki, dasturun olsun ki, mən onlarla işləyə bilim. Bir də onlar bizim dediklərimizi etsinlər. Gətirin ki, bax, hər neçə günümüzə, Təvəni xanım, yarım saata bir uşaq, deməli, bir dərsə biz 3 uşaqla işləyə bilərik. Belə, yaxşı, neçə mamadılar burada, polunu məncə hamının uşağına yedir. Ürəyinizdə qalmasın deyə, siz də, maması, siz ürəyinizdə qalmasın deyə gətirərsiniz siz də uşağınızı. Çox sağ olun. Düzdür, belə deyirəm, mən biraz mümkün olanı deyirəm, bir də mümkün olmayan şeylər var da, amma mümkün bir şey yoxdur. Bir paşadır, İslamdır. Hər dəfə fərqli uşaqlar, Təvəni xanım, hərənin öz uşağı üçün, hərə öz uşağı üçün işləməliyik, bəli. Qızım, baxın, bel əzələlərimizi, bunu hamınız bilirsiniz, primitiv məşqlərdir, reabilitasiya mərkəzlərində həmişə bunu elətdirir uşaqlarınızı. Özünü qaldır, aferin, 1, 2, 3, özünü qaldır, 1, 2, bir dənə o sumkanı götürəcək. Bunu o yumru topunda üstündə yemək olar. Mən, olar, əlbəttə, fərqi nədir? Adicə mütəkkə qoyun uşağın. Mən burası bu balaca siz görəsiniz deyə, onda yükü topda gərək ikidə yedim. Bir də əlini belə tutun ki, əlini tutanda, o da bu hərəkətlər, tamam qızım, afərin, qaldır, mütləq əl bu şəkildə tutulmalıdır qızlar. Ayaq yerdə, bu bacardığı qədər belinə güc verəcək. Əlini belə saxlayırıq, afərin qızıma, nə var, ayaqları qoyuruq qaldırmağa. Bütün əzəllər yığılmalıdır, bel əzəllərinə verilməlidir. Bel üçündür də o. Mütləq, bu qızımız üçün bu lazımdır maması. Sırf bu məşqlər olunacaq, yaxşı? Bu bir, maladiet qızıma, afərin, 10-15 maksimum. Daha çox lazımdır. Bəzən elə bilirsiniz ki, nə qədər çox eləsən, o qədər yaxşı deyil. Əzəllər yorulur. O sadəcə funksional hərəkəti say doldurmaqdan başqa bir şey deyil. Birdən olur, bizə də deyilər ki, biz artıq ödəmə də eləyək, uşaq bir yarım saatda artıq işləsin. Deyirsən ki, yox, o olmur da, elə mümkün deyil. Sonra çiçəyim, əllərin qabaqda, hər iki əlin qabaqda, hər iki əl, indi elə qaldır özünü, amma başını belə qaldır, hər iki əlinlə biri də qaldır. Belə. Amma Əminə bax, başını aşağı, bir də bir şey yanınızı saxlayın. Başı qaldırma başını, bir yerdə də qalx, əlinlə, baş gövdə ilə eyni tarazlıqda olmalı. Bax, fikir, belə çiçəyi, belə dur, bax, belə qaldır, özünü yaxşı, qaldır, özünü elə qaldır,
Qaldır, afərin. Mən səni tuturam, qorxma. Qaldır, başını belə. Şefqan üstündə deyirlər. Bu şeyin şefqan üstündə. Sadəcə, yox, biraz hündürlük olmalıdır. Hündürlük olmalıdır ki, o daha çətin qaldırsın özünü. Əziyyət çəksin. Biraz əzəllər çox gərginləşdir. Eləcə şefqan üstündə eləmək. Sizin elə bu uşaqlar üçün təkcə şefqan üstündə yetərli deyil. Məncə divanın küncündə də Yetərli deyil. Ayrıca mütəkkə qoyur, bir varik qoyur. Divan başlıqları olur. Bəli. Yəni mütləq biraz hündür olmaq, ona biraz əziyyət çəkməlidir. Əzələ biraz daha çox gərginləşməlidir. İndi qarın əzəllərini bərkidir Əminanı. Əminə, indi fırlan çiçəyim. Arxası üstə. Nə yaxşı sən gəldin. Biz nə dərs keçərdik. Elə yox. Belim burada olsun. Belim burada olsun. Belim burada. Belim burada. Bu top yaxşıdır ki, adam yaxşıdır. Afərin. İndi qaldır özünü. Qaldır, qaldır, afərin. Qarın əzəlləri bərkidir ki, bizə bu lazım. Afərin sənə. Afərin. bunun dəngiyə də kömək var. Yox, dəngə deyəcəm. Afərin, dəngə deyil, dəngəni işləyəcək. Afərin sənə. Afərin sənə. Bu çara gitsin. Afərin sənə, afərin. Deməli, bax, bu nə üçündür? Bu uşaq dəngəsini saxlamaq üçün əzələ qrupları əziyyət çəkir. Bu əzələ qrupları, əziyyət çəkin əzələ qrupları bərkitməliyik ki, gitgidə onun sonra gələcək problemləri yaranması. Bu, onun profilaktikası üçündür, yaxşı. Bel əzələ, onurğa sütununun bel nahiyəsini qorumaq üçün olan profilaktik məşqlərdir ki, bu uşağı bu gözləyir yəni. %100 görülür. Çünki bütün tədbirlər ən çox onun görülür ayağı. Əminəm ki, onun beyninlə heç kim işləmir. Ancaq ayağı. Çünki hər kəs mən bilirəm də, çünki reabilitasiya planı qurulmur da, yəni qurulmur reabilitasiya. Uşağa baxanda görürsən ki, uşağın reabilitasiya planı yoxdur. Amma yenə də bizim hər kəsə lazımdır ki, mən ona nəticə görsədim. Nəticə görsətmək üçün nə eləməliyim? Mən uşağı gəzdirməliyəm. Bu nəticəni görsətməliyəm, axı, düzdürmü? Əsas o lazım. Sənə əsas o lazımdır, sən uşağın gəzsin. Bütün reabilitasiya mərkəzləri də o lazımdır ki, anaya işini görsətsin, uşaq gəzdir. Abəs bunu deyir. Sonra başladı alışmağa. Elə bil, ona elə gəlir ki, hər an yıxılacaq. Tamam. O görsün necə qəşəng dəngəsini saxlayır. Çox qəşəng dəngəsini saxlayır. Əyilmir. Rahat dur, belə bu şəkildə. Durdun, tamam. İndi özünü atlandır. Belə hop, hop, zıpla. Afərin, bu bacarırsa çox yaxşı. Amma hamısı bacarmır da. Tamam, afərin. İndi biz bunu neyinirik qızlar? Baxın, sanki qorxuduruq, amma bir dəfə yıxsanız o uşaq daha bunu eləməyəcək. Bir dəfə yıxmağı kifayət. Balaca vaxtından, əgər ki, bu uşaqlarınıza, həmin o problemli olan uşaqları balaca vaxtından yıxdınız, bir dəfə də olsa yıxıldı, onlar уже getdi. Geri qaytara bilməyəcəksin o hissi. Məndən tutma Əminə. Sən buradan tut, tamam mı? Sən məndən heç bir vaxt gözləmə, heç bir kömək. Sən sadəcə harada, yanında nə varsa, oradan dəstək alacaqsan. Yaxşı, 1, 2, mən səni heç vaxt yıxmayacam, ona əmin ola bilərsən. Yaxşı qızım, mən heç vaxt yıxmayacaqsan, ona əmin ola bilərsən. Sizdən yapışmaqları tərk edin. Mən yoxam, məndən tutmayacaqsan. Mən yoxam, məndən tutmayacaqsan. Sizdən yapışmaqlarını tərk edin. Afərin, sən indi özün yerinə, mən səni tuturam, qorxma, top qaçmayacaq, özün yerinə. Afərin, özün, bax, uca əlini qaldırdı, qorxusu var ki, aman, yıxılan kimi aynurdan tutum. Qorxma, mən sən qoymayacaq yıxma, da var. Özün yerinə, hop, hop. Hop, 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 hop. Afərin sənə. İndi arxaya, get, gəl. Yox, elə, bax, belə, hə, tamam, bu şəkildə. Get, gəl arxaya. Aha, moladiz önə. Afərin sənə. Afərin sənə. Nəzrin, sizin bir topdan alın. Var, məsələn. Tamam, indi mən nəzrini gətirəcəm bura. Sonra, qızım. Yox. Niyə qorxursan? Yox, mən səni qoymaram ki, sən yıxılasan. Mən yanında olacam. Mən yanında olacam, Nəzir. Biz səni bura yıxmaq üçün Qəşəng deyilmişəm, tamam. Deyirlər, sütəsidir. Yıxılacaq, mütləq gözəllər çəkib ki, yıxılacaq. Sən heç qorxursan, sən çünki qoçaqsan. Amma gəl biz belə eləyək. Mən cəsuram. O zəhmət olsun, o göy topu mənə verir. Sən cəsursun. Sən nəyə görürsən? Mən inanmıram, cəsuram. Kızım, indi düşək yavaş-yavaş. Yavaş-yavaş düşək. Abba. Gəl indi vurursun mən işləyək. Vurursun olma işləyək.
Ayaq üzün mənə doğru. Üzün mənə doğru. Aferin. Bu ayağını qaldır, aşır, qoy bura. Hoppa. Aferin. Все. Bunu boyuna qoyuruq. Ayaqlarımızı qəşəng bastırırıq belə. Ayaq yerdə qızlar. Demək hər ikisi lazımdır da. Hər ikisi fərqli. Aferin. Özünü də yerlə. Aferin. Bu hərəkətləri onlara verir. Pastayan da görsünlər ki, onlar yıxılmırlar, tərpənirlər, yıxılmırlar, hərəkət edirlər, yıxılmırlar. İndi bizə Əlbəttən ayağının mobilliyi yaxşı deyil. Aysu gələrdə, Fatoşdur, Aysudur gələndə, onlar gələndə onlarda yürüyüş zamanı nətər tənzim üçün. Buna o müsait deyil. Mən buna nə qədər desəm də alınmayacaq. Çünki uşaqda maneəmiz var bizim, hərəkətdə maneə. Mən necə əzəllərini çalışdırıb növbə-növbə işlətməyi göstərəcəm. Onlar necə gəzməlidirlər. Bax belə. Tamam, maladiz Umnitsa qızım. Bu şəkildə. Aha, get, gəldi. İndi ayağının birini aşır, qoyuraq. Sanki altdan düşürsən, bu ayağını çıxart, qoy bırak. Mən tutum, sən qorxma. Yox, havalara doğru. Bu ayağını doğru qoy. Aferin. Maladiz. Aha. Böyle bir şey, əlini qoy yerə. Özünü apar, gətir. Apar, gətir. Apar, gətir. Qorxma. Aferin. Apar, gətir. Apar, gətir. Ay maladiz. Ayağı yerə bas, apar, gətir. Özünü yerə bas, apar, gətir. Maladiz, Umnitsa. Aferin. Aferin sənə. Bəli, Umnitsa. Aferin. Aferin. İndi tuturam, mən səni buraxıram. Amma tam buraxmıram, biraz kömək edirəm, yaxşı. Özünü gördüm, top altından qaçır, ayağını yerə bas, topu saxla, qoyma qaçsın, yaxşı. Qorxma, mən səni dəstəkləyirəm, amma qoymaram səni yıxılasında. Əli arxasında. Aferin, əlini buradan həmişə dəstək alırıq ki, sən aferin, get, gəl, aferin, qorxma, aferin, 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 gör nə gözəl eləyirsən, aferin, aferin, qorxma, aferin, aferin, saxla, bax elə, все, aferin. Əvvəllər eləyə bilirdim bundan, belə. Qorxurdun eləməyə. Tamam, daha qorxmursan, əlini dur. İndi əlini götür elə. Heç əlini dizvə qoy, elə işlə. Devam. Dabanından. Dabanından aparırsan, gətirirsən. O gör necə tarazılır özünü, qoymur arxaya getməyə. Все, молодец. Aferin. Sən уже özü güvənin oldu. Bu uşaq amma aylarla, dəfələrlə işləyirsən, уже oqqa verir. Yəni, bax, əlini уже götürür, tutur, уже oqqa verir, həmin şeylərdir. Başlayırlar уже öz güvən artdıqca. Baxın da. Yox, deyil. Yox, elə görək. Səhnədə oxuyursan. Səhnədə oxuyursan. Ben görmədim nətər gəzdi podium. Çünkü tanrı. Ay, yaxşı. Dur, özüm tanrı tanımışsın. Sən onda çox oxumayacaqsan, o kim deyələn tanırsansa. Все, indi sən özü necə durarsan? Sonra qızlar, velosiped, tək şəkildə, hər sizin uşaqların hamısında velosiped olmalı. Nəzdim? Ona güc çatmır. Mütləq velosiped. Ən azından o bizdə o velosipedlər var. Mexanişisiz. Əməli başlı rəsələ düşürüz. Yox, surdurma, ama çapadını yapar. Yolda bütün gibi qışqırıram. Bir də nə var? Yıxılma Ləman. Ləman yıxılma, tamam. Aha. Aferin. Aferin Ləman. Oyna. Aferin Ləman. Aferin Ləman. Aferin Ləman. Ləmanı biraz daha ekstrem vəziyyətlərə eləyək ki, o daha böyük çünki. Aferin Ləman. Sonra indi balans yastığı var, onu da gətirəcəm. Bir şey verəcəksə. Aferin. Aferin Ləman. Ləman, mən səni buraxıram, özünü tut Ləman. Ləman, müəlliməyə bax, Ləman, yıxılma, özünü tut.
Özünü tut, ayağını yere bas, ayağını yere bas Leman. Yıxıldın. Leman yıxıldın. Yıxıldın. Ey, şş. Hey, yıxıldın. Özünü saxlasın, yıxıldın. Yıxılırsam, verirsin də var. Tamam, aferin. Davay Leman. Davay, məndən tutma Leman. Davay Leman, saxla. Aferin. Düzü saxla. Məndən tutma Leman. Özünü saxla. Aferin. Gördün? Yıxılmırsan. Aferin. Bak. Ben de buradayım. Bu da dəngə saxla. Uşa özgüvən. Bu da bir özgüvən. Hayır. Aha. Sen ki qabıldı. Bir üzvü daha var ama. Bak gördün. Üstlerine Çok hasta. Ayağımda. Aslında eləyəcək. Ürəyində keçən varsa o şansı. Nəsibə, top üstündən iman edib, gülə bir Rahat heç nə eləmə. Heç nə etmirik, sadəcə dururuq Əminə. Dururuq, əvvəlcə durmağı öyrənirik orada. Mütləq orada durmağı öyrənirik. Maması həmişə buna məşğul. Bundan alırsan, 15 manat zətdir belə, pahalı bir şey deyil. Qoyursan evdə pastayanla. Ancaq başlayır. Bunda özünü necə özünü tarazlamaq üçün əyilmir, hər oyundan çıxır. Özünü tarazlamaq üçün. Əminə, popusunu rahat tut, belini qaldır. Mən səni tuturam, qorxma, yıxılmayacaqsan, özünü əymə, rahat. Mən səni qoymayacam yıxılasan. Sən rahat dur, qızım. Rahat dur. Hoppa. Qorxma qızım, mən səni tuturam, mən qoymaram ki, sən yıxılasan. Heç böyük adamlar olsa normal dura bilmirsən, durursan. Denk tarazını yaxşı saxlamaq üçün bu şəkildə saxlaya bilərsən əlini. Hoppa, o zaman daha gözəl durursan, görürsən. Maması bunu al, bu öyrəşsin bu dəngə lövhəsində durmağı. Qorxma qızım. Aferin. Aha, Evimizdə nə qədər şeylər var, nə görürük Allah. evliyində. Amma eləmirik, hə? Millət deyil, bəxt nə deyil, cədvəl qurmalısınız. Uşağını 11-ə qədər nətər oxuyurlarsa, sağlam uşaqlar, nətər ki, məşqləri gedirlər, musiqisi falan da, bu uşaqları da elə eləməsin. Aynur xanım, yaxşı da dilləri var, Qoymadan imkan vermirlər. Həsə, böyüdükcə heç söz getirə bilmirsən, yenə qabaq üstünə çığırırdın. Sağlam uşaqlarda da var. O deyəcəklər. Bunları götürün deyərlər. Adım var. Övrəcək yamağı var. Çiçəyin bu. Əlini bıraxın. Wow, baxın. Birinci bunun üstündə rahat sabit dayanmağı öyrənəcək. Qəşəng dayan. Çünki onun axı duruşunun balansı yoxdur ona görə. Bu şəkildə. Belə. Hop, indi düz dayandın, qorxma. Tərpətsən özündən İndi gəlir. düz dayandın, qorxma. Qorxma, mən səni tutmuşam. Sən manikensən, maniken. Heç qorxma. Mağazadakı manikenlərdən. Heç qorxma, ayağını əymə, dizlərini dübələn düz saxla. Heç qorxma. Hop, əlini belə tarazlamaq üçün. Aferin. Qorxma. Yerləməlidir özün. Qorxma. Mən yeləyirəm ki, o qorxmasın, dəngəsini tarazlaya bilsin. Hoppa, özünü yeleyə bilməsin xalar. Onun vəzifəsi burada sabit dayansın. Qorxma. Mən səni tuturam, əminə, mən qoymaram sən yıxılasan. Elə ki, gördün yıxılarsan, tez özünü tarazla. Sən birinci dəfədə bura çıxırsan, təbii ki, sənə Aynur xanım, məhəllərdəki bəs idman alətlərini istifadə eləmək olarmı? Həyətlərdə olur. O qədər var ki, o qarın çəpəzərələri üçün var, havadan təzələr üçün var, sağ təzələsi üçün var, hamısında edilir. Bəli, var, çox yaxşı. Bizim məhəllədə var, ondan gedirəm. Qəşəng, dur, qorxma, qorxma. Afərin sənə, afərin, qorxma. Afərin, afərin, qorxma, qorxma. Qorxma, afərin. Hop, qorxma. Altı quruqluqda. Popusunu əymə, dik dur, qəşəng. Afərin, bax belə düz dur. Oturanda oturaq qabarınız, oturaq sümüyün oturaq qabarı stolda olmalıdır. Ben bunu alırsam ben işbaz seviyorum. Onda düzülürsün. Tamam. İndi düşər. Bu tərəfdən düşürsən. Məsələn,
sən kömək eləyirəm şeyə. İndi bax, bizə heç kəsə bilməyən uşaqların nəzərinə gəzmək istəyirəm. Səndən bir şey etmək istəyirəm, gəl bura. Heç nə etməyəcəm, sadəcə bu kresloda oturacaqsan. Yox, kresloda oturursan. Yox, sadəcə bu kresloda oturacaqsan. Nəyisə, sənə bir şey öyrədəcəm. Həyatını hasanlaşdırmaq. Aşkım, sen kız değilsen, sen korkak değilsen. Ürəyim, sen üzülürsən.